hörmətli izləyicilərim, sizin axşamınız xeyir olsun. Sizə bir villa təqdim edəcəm. Prosto ləzzətli bir villadır bu. Sadəcə bunu izləyin, çaylarınızı süzün. Deməli, bu villada hər şey ağlay, hər tərəfi ağlaydı. Heç sədən əsirgənməyib də, yəni nadir hallarda olur da belə villalarda. Yəni, özünüz də görürsünüz ki, hər şey burada pul yerə vurulan tam etindən evin özünə qədər 500 kvadratlıq bir villadır, şəxsi bir mülkdür. Sizə gecə vaxtı ekskluziv bunu təqdim etmək istəyirəm. Təqdimata başlayaq. Mənim yerim rahatdır. Sizin də yeriniz rahatdırsa, çayları süzün. Təqdimata başlayaq. Bugün mənim əziyyətimizi çəkən operator Elmar müəllimə təşəkkür edirik gecə vaxtı. Mən sizə bir həyətin çölündən təqdim edeyim. Mərdəkanın o gözəl qaymaq yerini gəlin bir yaxından baxaq. Bu hissə Makaronudur. 8-ci dalanın ən gözəl enli ərazisidir. Və burada bir qonşuluq mədəniyyəti var ki, əzizləyicilərim, məsələn, birinin zibili qalanda 3 gün qapıda, qonşu görür ki, 3 günü götürmür, o onun götürür zibilini atır. Qapısı açıq qalanda, çox mehriban bir qonşulardır, çox sadə, hamısı nüfuzlu, vəzifəli insanlar, amma bir-birlərinə qarşı çox sadə, səmimi münasibətlərdir. Belə bir enli küçəsi var, limonlu yol ağaclarını görürsünüz. Bəlkə baxmayaraq ki, qaranlıqdır, bəlkə ola yaxşı görməyəsiniz. Amma möhtəşəm bir ərazidir. Keçək sizə 8 sot yarımın içində 500 kvadrat sahəsi, ərazisi olan bu möhtəşəm ağlaylı villanın həyətini təqdim edeyim. Ondan sonra keçək evin içinə. Burada əslində 2 dənə ev var. Bir villanın özü və bir də qonaq evi. Qonaq evinin də içində yataq otaqları, super remontdur, ağlay üzlənməsidir. Yeraltı qazanxana sistemi var, onu da sizə göstərəcəm. Hələm sizə bu gözəl hovuzu, aşma və daşıma mexanizmli hovuzu təqdim edeyim, əzizləyicilərim. Bu hissə yaşıllıq hissəsidir. Yeri gəlmişkən, bu villanın yiyəsinin qardaşı da bu evdə yaşayır. Yəni ki, siz bu evi alsaz, elə qonşu olacaqsınız aldığınız adamdan. O da sizə təbii ki, pis şey satmaz. Ona görə dedim, şəxsi istifadə üçün tikilmiş villadır. Mən sizə bir kuruq belə dövr elətdirim villanı, sonra keçək içərisinə. Yəqin divarların ağlayını gördünüz. Hər tərəf. Arxası da ağlaydı. Qabağı da. İndi keçək sizə proyekti görsədim. Deməli, yaxın gəlin. Aboylar tam keyfiyyət, əzizləyicilərim. Bu aboyların eynisi təsadüf nəticəsində gördüyümdə mənim öz şəxsi evimdə zal otağına vurmuşam. Çox dəyərli, Zambayti'dandır. Bu eynidir. Sadəcə bunun biraz üstünkanları fərqlidir. Məndə bir qızıla çalır. Bu bəs ələvəki o tünd rənglilərdə. Nə rəngidir bu? Sən bilərsən. Mən adını deyəm, bej rəng. Bejə çalır. Ayso. Super. Bir zal otağı geniş, əzizləyicilər. Kondisioneri var, kilisturu var. Yer isti döşəmədir. Birinci mərtəbə kromogranitdir. Amma ikinci mərtəbədə bambu paraketdir istifadə olunub. Bu qapılar əldə yığılma qapılardır. 1000 manatdan yuxarı dedik sahibi. Paltar dolabı. Bura isə mətbəx otağıdır. Gördüyünüz kimi mətbəx mebeli, yumşaq dəst mebellər yoxdur. Bu zövqə görə deyil. Alan adam zövqünə görə yığdırsın. Çünki ola bilər mənim dilimlə sürüşdü. Bəlkə söktürəcək. Hər adam öz zövqü var. Buradan çölə yol çıxır. Onu sonra göstərəcəm. 2 vitraj pəncərəsi var. Burada ehtiyat dolablardır. Plekan altlığında və bura isə
Bura isə ümumi hamam otağıdır. Bütün Movidadır, santexnik hamısı Türk markası dəyərli izləyicilər. Metlağına qədər. İndi isə mən sizə bir pauza verim və qalxaq ikinci mərtəbəyə. Bunlar hamısı Ceviz Almaniyanındır. Bambu yer paraketdir. Gözəl bir xrustalin perillası və mərmər plekanı var dəyərli izləyicilər. Bura hol hissəsidir. Burada var 3 yataq otağı. Mən sizə birinci yataq otağını təqdim edeyim. Bura nə deyirlər xaricilər? Master bedroom. Yəni ki, 2 zonalı yataq otağı, geniş bir yataq və burada qardirob otağı, qapı açılır və onun yanında hamam otağı. Komfortdur da öz aramızdır. Kim istəməz belə yataq otağında yatıb dursun. Möhtəşəm bir hamam. Növbəti otaqlara təqdim edim sizi. Qız otağı üçün nəzərdə tutulub bu otaq, rəng tonlarından. Elə bir ki, bu evin sahibi özünə deyirəm, məni izləyib, neyinibsə, mən aldığım aboylardan alıb vurub evə. Eynisi mən də almışam, 2 il bundan qabaq almışam mən. Bir dənə bax bu otağa, dəhşət gözəllər, rəng tonları. Siz də təmir edərsəz, belə rəng tonlarından istifadə edin ki, belə qəşəng şirin olsun. Yenə burada hamam otağı var qız otağının daxilində. Keçək 3-cü otağa. Bu isə erkək otağıdır. Dəyərli izləyicilər. Yox, zarafat eləmişsiniz, nə bilim, valideyn otağı da eləmiyorlar, papamma otağı da eləmiyorlar. Bu da geniş bir otaqdır. Belə tünd rəngidən istifadə ediblər. Ciddiyyət. Bu isə onun daxilində olan hamam otağıdır. Yəni, ciddi bir hamam otağı. Rəng tonlarından o görsənir. 3-cü mərtəbədə istirahət güşəsi var. Gəl pauza verək, oranı göstərək. Əsirgənməyib. Burada paraketdir. Simeta dəyəri olduqca qabarıq bir villa dəyərli izləyicilər. Ustadan, materialdan əsirgənməyiblər. Gözdən görsənir. Özü də təsdiq eləyər sizə. Bura mətbəx mebeli yığılıb. Bura umumi yenə də hamam otağı salınıb villada. Buranı rahatlıqla gələndə girib bu hissədən betona və yaxud da işlənən taxtaya baxmaq imkanımız da var. Buradan balkon. Balkondan villa həyəti. O hissə jalüzlər bağlanacaqdır. Artıq jalüzlərin yeri qoyulubdur. Həm də evin sahibi, dediyim kimi, orada yaşayır. Qonşu olacaqsınız. Ev bu qədər. İkinci evə düşək. Oran isə təqdim edeyim. Kinomuz davam eləyir. Hörmətli izləyicilərim. Bura artıq verandadır. 2 evin arasında 12 nəfərlik, daha mən deyərdim ki, 30 nəfərlik bir ailə məclisini polnu yola vermək olar burada. Oturmaq zonası və bura dediyim qonaq evi. Əgər yaşlı ailədə, yaşlı papa, mama varsa və onlar plekanla filan o tərəf istəməsələr, yəni burada da baxın, təp-təzə təmirli ev, 2-ci mərtəbədə yataq otaqları, zəhmət olmasa operator səni göstərəcək onları. Belə bir dənə baxın, düşün. Sistemini sizə göstərdim ki, bu boyda nəhəng villanı isti, soyuq, tənzimləməsi, bunun kombisi, hamısı təmirli bir radiator otağıdır. Su motorları, filtrlər və onun əlavə əzləyicilər bura 3 faza əlavə işıq çəkilib.
Burada kombilərdir, yay rejimində işlətməyə, qış rejimində işlətməyə. Bir sözlə hoqqadır.